boyun yırtığından əziyyət çəkən insanlar diqqətlə qulaq asın. Etdiyimiz prosedur boyun yırtıqlarının verdiyi ağrını aradan qaldırmaq üçün kömək edir. Etdiyimiz prosedur boyunda olan osteoxondroz səbəbindən və ya əzələ mənşəli ağrıların müalicəsi üçün istifadə olunur. Bu nədir? Servikal epidural steroid və servikal miofascial əzələ bloku, tetik blok. Gənc xanım bizə yaxınlaşanda həm baş ağrılarından, həm də qollara doğru yayılan, daha çox xüsusən də sağa meyilli qola vuran ağrılardan şikayət edir. Qərar verdik ki, xəstəmizə eyni vaxtda iki prosedur eləmək, həm yırtıqların müalicəsi üçün, həm də boyunda olan əzələ ağrılarının müalicəsi üçün. İynənin giriş nöqtəsini göstərimsə, 7-ci fəqərə ilə T1 fəqərə arasından epidural nahiyəyə doğru yönəltdik. İynəmiz doğru yerdə olmasını təsdiqləmək üçün biz nə etdik? Bura kontrast maddəni vurduq. Görürsünüz, kontrast maddə buranı tamamilə boyadı və ardıcan isə müalicəvi dərman preparatını vurmaqla tam yayılmanı doğru düzgün şəkildə görürük. Baxın, kontrast maddə hər sinirin çıxdığı kanaldan sağa, sola, sağa, sola, ta yuxarıya qədər. Yəni T1, T2-dən birbaşa C2 fəqərəsinə qədər, boyun fəqərəsinə qədər hər tərəfdən sinirlərin çıxdığı yerdən tam şəkildə yayıldı. Ümid edirəm ki, pasientimiz bu ağrılardan azad olacaq